Salamı, salavatı, rəhməti və bərəkəti siz əzizlərin üzərinə olsun inşallah. Ümid edirəm yaxşısınız. Yeni dərs ilimiz, yeni dərs günümüz xeyirli və bərəkətli olsun. Allah bütün tələbələrə, izləyicilərimizə, mütaliə edən qardaş bazılarımıza, əhl-i beyt dostlarına, əzizlərimizə uğur versin, tövfiqat versin. Bugündən etibarən dərslərimiz yenidən öz qaydasına davam edir və yeni dərs ilimizi bir növ açıq elan edirik. Allah hər birimizə güc qüvvət versin bir daha. Allahdan istəyimiz, arzumuz budur ki, bizləri elm və imanda sabit qədəm eləsin, daim inkişafda olan bəndələrdən qərar versin inşallah və Allah Taala öz nəzərini bizim üzərimizdən çəkməsin. Bu niyyətə Muhammed və Ali Muhammed salavatla yad edək. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil fərəcəhum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza şükürlər və sanalar olsun inşallah. Allah ömür verdi, ömür vəfa elədi. Siz əzizlərin xidmətində ola bilək. Neçə müddət öncə, yəni Məhərrəm ayından qabaq bizim bir dərs başlamışdıq. Əgər xatırlayırsınızsa, Peyğəmbər Salavatullahın Həzrət Əbu Zərə etdiyi nəsihətlərlə bağlı bir dərsimiz var idi. Axirət Azuqəsi kitabına idi bu dərsimiz. Və biz 5 dərs öyrənmişdik, amma dərsimizin müəyyən bir hissəsi yarımçı qalmışdı. Və yarımçı qaldığına görə də biz düşündük ki, Məhərrəm ayından sonra Səfər ayının Ərbəin mərasimi bitsin, biz dərslərimizə qaldığımız yerdən davam edəcəyik inşallah. Muhammed və Ali Muhammed salavatla yad edək. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil fərəcəhum. 6-cı dərsdə qalmışdıq biz. Mövzumuz Allah nemətlərinin əzəmət və genişliyi, vəzifələrə diqqətli olmağın zəruridir. Yəni Allahın bizə verdiyi maddi və mənəvi nemətlər ki, biz mənimsəyirik, həzm edirik, qəbul edirik, oxuyuruq, öyrən, hər nə maddi mənəvi nemətlər Allah bizə verib. Yəni bizə verilən bu nemətlərlə bizim münasibətimiz, onların bizim vəzifələrimizə təsiri və bizim vəzifələrimizdə olarkən o nemətlərlə münasibətlər, yəni bu da əsas mühüm olan məsələ, yəni bizim vəzifələrimizi dəyişir, dəyişmir. Biz şükür edirik, yoxsa nankörlük edirik. Bax, bu təxminən bu səpki olan bir mövzudur. Elə dərsimizin əvvəlində Peyğəmbər Sallallahu hədisindən başlayaq. Buyurur ki, ya Əbu Zər, Allahın haqqı bəndələrin onu ödeyə biləcəklərindən çox böyük və nemətləri bəndələri onu sayıb qurtara biləcəklərindən daha çoxdur. Sizlər yalnız hər səhər axşam tövbə edib, öz təqsirinizi etiraf edin. Yəni, siz tövbə edin, siz istəsəz də bu şükür ödeyə bilməzsiniz, istəsəz də Allahın nemətlərini sayıb qurtara bilməzsiniz. Burada sanki qəflət yuxusundan mesaj verir, bizə mesaj göndərir Peyğəmbər sallallahu Əbu Zərlə. Bizi qəflətdən oyatmaq istəyir, yuxudan qaldırmaq istəyir. O bizim o bildiyimiz yuxudan yox, mənəvi oyanış bizdən istəyir. Allah, Peyğəmbər sallallahu və bu məsələni gəlin biz 4 əsas sütunda təhlil edək. 4 əsas mənəvi sütunda biz bunu təhlil edək. Birinci nədir? Birinci budur ki, Allahın əzəməti, əzəmətli qanunları və nemətlərinin sonsuzluğu. İnsan anlayanda ki, bütün ömründə bu işə sərf edir kimi Allahın nemətlərini sayıb qurtaracaq mümkün deyil. Saya bilməyəcək. İnsan başa düşəndə ki, Allahın şükrünü ödeyə bilməyəcək və onu geri qaytara bilməyəcək, yaxşı, neynəsin bu anda? İnsan nə işlə məşğul olsun? Vəzifəsi nə olsun?
Baxın, Quran-ı Kərimdə Nəhl surəsi, Balar surəsində 18-ci ayəsi Allah buyurur ki, Allah nemətlərini saymaq istəsəz, bacarmayacaqsınız. Yaxşı da Allah bizə borc mu verir, yoxsa Allah bu nemətlərin müqabilində biz necə ödəyək bu şükür borcunu? Adətən insanda belədir da, insan birinə borçlu qalanda fitrətimiz də bu cürdür. Məsələn, hələ qədimdə də kimi yadına gəlir. Məsələn, mən uşaq vaxt xatırlayıram. Gətirib bir də özüm qonşu istimək verirdi və şirniyyat verirdi. Mürəbbi pişirirdi, qənd qabı boyda mürəbbiyə gətirib pay verirdi. Və yaxud da belə adətlərimiz var. Bilmirəm, indi o bəzi rayonlarda qalıb ya qalmayıbdır. Məsələn, qonşu bir şey bişirəndə qabında gətirib bir kəs sənə pay verərdi. Ki, niyə? İyisi qoxusu sən tərəfə gəlibdir. Və sən də həmişə bunun qabını boş qaytarmazdın. Ya içinə bir konfet qoyardın, içinə bir şokolad qoyardın. Yəni bizim o xalqın, bilmirəm, indi o milli mənəvi dəyərlər sayaq bunu, yoxsa o fitrət mi deyək, bilmirəm. Amma əsas reallıq budur ki, bizim xalqımızda bu dəyərlər var. Yəni biz də kimsə qabını boş geri qaytarmaq istəmir. Kimsə sənə bir yaxşılıq eləyirsə, hansısa bir yolunun cavabını qaytarmağa çalışırsan. Hansısa, ümumiyyətlə, qaytarmaq mövzusu sanki bizim ruhiyyəmizdə var. İstir mənfi cəhətdən, istir müsbət. Sənə bir pislik eləyir, sən də pislik eləmək istəyirsən. Sənə bir yaxşılıq, sən də bir yaxşılıq eləmək istəyirsən. Amma burada bir məsələ var. Bu da şükrü ödəmək məsələsi var. Şükrün borcunu ödəmək məsələsi var. Baxın, gəlin belə bir analiz, belə bir sintez eləyək. Yəqin ki, hər birimiz müəyyən bir dövrdə borc almışıq banklardan. İndi övlad evləndirməklə bağlı mı deyim, qız köçürməklə bağlı mı deyim. Mən də işin o şəri hissəsindən işim yox, hələ o məsələyə gəlmək istəmirəm. Bir təsərrüfatı genişləndirmək, nə bilim bir ev almaq, ipoteka ilə ev alanlar var, görmüsünüz da? Yəni bankdan adətən cəmaət, millət, xalq, insan bir ehtiyacın müqabilində, zəruri ehtiyacın müqabilində bir şey verir. Təşəkkür Hüseyin Səhvət, çox sağ olun. Yəni, nəsə bir zəruri işimiz olur, ya Allah uzaq etsin, ağır xəstəmiz olur, dərmanlara görə, əməliyyata görə və ya məsəl üçün bir mühüm bir məsələ var, ona görə bankdan pul götürürlər. Düzdür? Və yaxud da kiməsə borc alırsan, kiməsə belə deyək də ağız açsan, borc alırsan. Allah da borc verir, dünya da borc verir, şeytan da borc verə bilir. Bəndə də borc verə bilir. Yaxşı, bu borclardan fərqi nədir? Mən bəndən də borcunu ödəyirəm. Yaxşı, Allahın da şükür borcu. Necə ödəyim axı? Allahın şükür borcunu bir halda kimi ödəyib qutara bilməyəcəm. Düz. Düzdür. Ödə bilməyəcəm. Burada bir incə məqam var. Baxın. Bizim Allahın şükrünü ödəyə bilmirik. Başa düşdük, anladıq. Mümkün deyil. Amma biz deyil bunun əvəzində tövbə eləyək və öz təqsirimizi etiraf eləyək. Yaxşı, tövbə eləyəndə, öz təqsiri və etiraf eləyəndə Allahın sənə verdiyi borcun dil müqabilində tövbə elə, təqsiri və etiraf elə, şükür qaytara bilməsin, amma bəndən də biz borcunu qaytarır. Bu da incə məqam nədir? Biz bəndələrin borcunu qaytaranda, vaxtında qaytaranda deyək ki, bizə hər hansı bir bonus gəlmir, hər hansı bir jackpot gəlmir, hər hansı bir şans gəlmir. Ən yaxşı halda bizə yenidən borc vermək üçün şərait yaradır. Biz yenə borclu qalırıq. O öz çıxarları üçün sənə borc verir. Amma Allahın verdiyi nemət borcu bizə ruh yüksəkliyi verir. Bizə qəlb aramlığı verir. Bizi daha da Allaha bağlayır. Daha da bizə uxravi həyat yaşamağımız üçün bir sövq edir, şövq verir, sevinç verir bizə. Motivasiya verir, ruh yüksəkliyi verir. Allahın verdiyi nemətlərin müqabilində şükür eləyəndə bəndə acizliyini başa düşməklə eyni zamanda xoşbəxt olur. O ki, tövbə elə və təqsir və etiraf eləməyin içində bir saadət var, bir xoşbəxtlik var. Amma dünyanın belə bir qüdrəti yoxdur ki, sənə borc versin və sən onun borcunu qaytaranda sən xoşbəxt olasan. Fikir verirsiniz, biz hansısa bir banka, kiməsə pul borcumuzu qaytaranda deyir, ay Allah, nə yaxşı oldu, canım qutardı bu. Ay, nə elə rahat oldum, ay Allah, bütün günü mən ölürdüm, borcu düşünürdüm, ay bu nə vaxt verəcəm. Bilmirəm, bu halları yaşamsız yoxsa yox. Ya bir dərmanın hissi alırsan, ya bir ərzağın hissi alırsan, bir paltarın hissi alırsan, o borcu qaytaranda bir rahatlaşsan ki, ay Allah, nə yaxşı, öyle bir abrım ki,
az qala abrum gedəcəkdi, yaxşı adım sana batacaqdı. Elə rahatlaşdı. Amma Allahın borcunu qaytaranda adamda bir xoşbəxtlik var, bir səadət var. Baxın, uxravi borc, yəni Allahın o şükürlüyün verdiyi nemətlərin müqabilində edilən şükür ki, biz ödəyə bilmərik tam, əvəzinə biz tövbə edirik, istiğfar edirik, təqsirimizi, günahımızı etiraf edirik. Bax, o adama səadət gətirir, o adama xoşbəxtlik gətirir. Ona görə Allahın əzəmətli qanunları və nemətlərin sonsuzluğu budur. Baxma ki, bəndə boşluq alır Allah, amma bəndəyə sevinç bəxş edir, bəndəyə bir aramlıq bəxş edir. Bu birinci məsələdir. Bu dərsimizin ilk 4 əsas mənəvi sütundan biridir ki, insan qəflətdən oyansın. Ki, bu məsələyə diqqət edək. Ki, Allahın verdiyi borc bizə aramlıq gətirir, bizə saadət bəxş edir. Gün namazı vaxtında qıl, oruç tut, hicab bağla, həccə get, xüms ver, zəkat ver, birinə yaxşılıq elə, əmr-i məruf elə, nəhyaz münkar elə, təbəllə, təbərra elə, qonşuna münasibətləri düzəlt, ata-anana münasibətləri düzəlt, Əhl-i əleyhissalam vilayətinə sabit qədəm qal, zamanı imamı yaxşı tanı, məhdəviyyət mövzusunda geniş biliklərə sahib ol, praktikaya keç, əməlləri düzəlt, tək nəzəriyyədə qalma, ancaq oxumaqda qalma, ancaq mütaliə, informasiya dolğunluğu olmasın. Bu informasiyanı oxuduqca xəstləməyə çalış, bu sənə xoşbəxtlik gətirəcək. Allahın verdiyi borcun bizə verdiyi xeyirlər budur. İkinci, burada bir məsələ var. Ömrün qısalığı və insandan əbədi qalacaq yaxşı və pis əməllər. Yaxşı və pis əməllər. Baxın, mən bir neçə dəfə bunu səsləndirmişik. Dünən də belə bir söz işlətdik ki, ərbəən mərasimi, sanki bir məhşər səhnəsidir. Allah əmin qismət eləsin. Bir məhşər səhnəsidir. Tam sizə əmin edirəm ki, tam əmin edirəm ki, siz hər nə yaxşı iş görsəz burada, öz məmləkətinizdə, öz şəhərinizdə, öz məntəqəmizdə, siz ərbəən səhnəsində, ərbəən mərasimdə onun təcəssümünü görəcəksiniz. Onun sizə bəxş etdiyi bu gözəlliyi görəcəksiniz ki, insan hiss edir, elədiyi fədakarlığı orada hiss edir. Və o hissiyə səndə göz yaşları yaradır. Və o göz yaşları sənin şövqü, sevgini daha da artırır. Əhl-i əleyhissalama Allaha daha çox bağlayır. Biz qiyamətdə hər hansı bir xüsusi bir bonus pay almırıq. Hər hansı bir xüsusi orada əməl olmayacaq. Hər hansı bir dua və göz yaşları qəbul olmayacaq. Biz dünyada ikən elədiyimiz əməllərin, o rəftarın mükafatını alacaq buradayken. O bir dəfə yadıca gəlir, dərslərin birində vurğulamışdıq. Dünya bəli məzəmmət olunan yerdir. Dünya bəli əyləncə və başqa bir şeydən, əyləncə başqa bir şey deyil. Amma bir dənə də məsələ var. Quran ümumiyyətlə, din ümumiyyətlə Qurandan, dünyadan bir dəfə əl də çəkmir. Din demir bir dəfə əl çəkir, xeyr. Din deyir alidə olma. Din deyir bura məhəbbət bəsləmə, könül vermə. Din deyir ki, sən burayla axirətə bir düzəlt. Sənə lazım olanı buradan götür. Sənə burada lazım olan məqamlar var, anlar var, paylar var, mükafatlar var, azuqa var, çantabı doldur. Çantabı doldur, azuqabı doldur. Sənə burada onlar çox, həşr gün sənə çox lazım olacaq. Qiyamət gün çox lazım. Və biz burada etdiyimiz əməllər, ata-ana yaxşılıq, qonşulara münasibətlər, ailəyə münasibətlər, kollektivdə münasibətlər, namazlarla, hər bir edilən yaxşı əməllərin mükafatını biz qiyamətdə. Buradakı əməllərin biz belə payını alacaq. Vay o gündən ki, o əməllərə pislik qarışmasın. Acı dil olmayaq, qeybət eləməyək, zina etməyək, Allahın təyin etdiyi ipdən, xətdən kənara çıxmayaq. Bir neçə halda Allah bizə bunu işarə verir. Bir neçə halda. Bir dünyanın rəftarıdır bu, dünyanın rəftar məsələsidir. Nemətlərlə rəftar məsələsində. Diqqətli olaq ki, bunlar bizim axirətimizi hazırlayır. Bir dəfə sənin haqqında pis sözü qoydusun. Bir nəfər sənin arxanda daş atdı, söz atdı, qeybət elədi, qoy desin. Sənin arxanca atılan daşlar sənin axirət evi tikir qiyamətdə. Yadda saxla. Kimlər ki sənə tənə vurur, söz atır, söz deyir. Məsəl üçün, həmin o sözlər çevrilir daşa və o daşlar sənə axirətdə ev tikir.
Gör nə gözəldir. Başqaları sənin haqqında belə deyək, sənin haqqında mənfi fikirdədirlər, mənfi fikir formalaşıbdır və yaxud da sənin haqqında xoş olmayan sözlər deyirlər, halbuki sənin o işdən xəbərin yoxdur, sənə layiq olmayan bir şey, qoy desinlər. Qoy desinlər. Sən onlar üçün dua edə. Hidayətə qabildirlərsə Allah hidayət eləsin. Yox, hidayətə qabildir, Allah bilsin, özləri bilsin. Ancaq onların mənə qarşı etdiyi sözlərə görə, onlara bizə qarşı etdiyi, vurduğu tənələrə görə bizim axirət evimiz tikilir. Baxın, bir incə məqamı çatdırım sizə, diqqətlə qulaq assın buradakı əzizlərimiz. Mən bilmirəm, Ərbənin mərasimdə bir neçə səhifələr bizim bayraq qaldırmamızı paylaşmışdılar. Bilmirəm, bu videonu görmüsünüz yoxsa yox. Olsun ki, çıxıb sizin qarşımıza özünü həqiqətpərəst adlandıran bir dəstə insanlar, özünü Allah yoluna gedən bir dəstə insanlar və təəssüf ki, özünü Əhl-i-Beyt davamlısı adlandıran bir dəstə insanlar bizim ziyarətlərdə bayraq qaldırma videomuzu paylaşıblar. Bilmirəm, böyük ehtimal ki, çıxıb hamımızın qarşısına bu video. Hətta mənə zənglər gəldi Azərbaycandan, ustadlardan, müəllimlərdən, tələbələrdən ki, müəllim, çox narahatıq, sizi paylaşıblar, nə bilim, sizi qaralayıblar, tənqid ediblər. Biz tənqidə açığıq. Biz iradlara da açığıq. Biz təkliflərə də açığıq. Amma sən bir xalqın, özün də o xalqın nümayəndəsi ola-ola, sənin xalqının, millətinin, ölkəvin bayrağını qaldırmağa sən irad bildirirsənsə, mən sənin düşüncələrində problem olduğunu fikrindəyəm. Ümumiyyətlə, bir bayraq bir xalqın qırmızı xəttidir. Bilmirəm, mən fikirlərimi sizə çatdıra bilirəm yoxsa yox. Yəqin bu məlum video çıxıb hamımızın qarşısına. Orada heç bir millət bayrağını qaldıranda niyyəti bu deyil ki, mənim bayrağım İmam Hüseyin hərəmindən üstündür, İmam Hüseyndən üstündən üstündür. Xeyr. Ən böyük yanlış fikirdir. İki dəyəri qabaq-qabağa qoymaq. Dəyərləri rastlaşdırmaq ən böyük yanlış fikirdir. O bir deyir, ata çox söz, ananı çox istəyirsən. Nə bilim, sənin üçün din vacibdir, yoxsa xalqın vacibdir. Sənin üçün məsələn din vacibdir, yoxsa sənin üçün millətin vacibdir. Bəzən millətlə dini qabaq-qabağa qoymağa çalışır. Bəzən dinlə dövləti qabaq-qabağa qoymağa çalışırlar. Yenə də o məlum video bəlkə çıxıb sizin qarşımıza. Bayraq bizim qırmızı xəttimiz, yadda saxlayın. Sən niyə bayraqla dərdin var, qardaş? Ay anam, ay bacım. Sağ olsun, orada xalqımızın nümayəndələri, əksər insanlar onları tənqidlədilər ki, zəvvarların Azərbaycan bayrağı qaldırması, nə qəbahət bir şey. Mən bu bayrağı qaldırıram ki, hansısa bir zəvvarımız birdən itər eləyər, qoy Azərbaycan bayrağını görsün, gəlsin yanımıza. Bütün ziyarətə gedənlərdə hamısı bu niyyətdə olurlar ki, Azərbaycandan gəlmişik, biz Azərbaycandan zəvvarlarıq. Niyə bunu danışıram? Niyə bunu danışıram? Allah nemətlərinin şükrünü ödəyə bilməyən insanların bu rəftarıdır. Mən orada bir dənə cümlə yazdım həmin kanala. Çox təəssüf ki, desən həmin videonu silib səhv eləmirəmsə, onlar cavab yazanmadılar bizə. Bir çox videolara cavab yazıblar, amma şəxsən bizim yazımıza cavab verə bilməyiblər. Cavab da verə bilməyəcəklər. Niyə cavab versinlər ki, bu bayraq üçün nə qədər Hüseyinçilər şəhid olubdur? Bu bayraq üçün nə qədər qardaş bacılarımız qan töküblər, başlar kəsilibdir. Qarınlarına nizəni salıblar, soxublar. Hamilə qadınları öldürüblər, durbalara yerləşdiriblər. O Azərbaycan bayrağı qalxmasın deyənə. Qardaş, sən dinini sevirsən, sev. Biz dinimizi sevirik, Əhl-i-Beyti sevirik. Biz xalqımızı sevirik, millətimizi sevirik. Din, bayraq hansısa bir qurumun, hansısa bir hökumətin bayrağı deyil. Bayraq xalqın bayrağıdır, millətin bayrağıdır. 10 ildən sonra da o bayraqdır, 15 ildə qabaq o bayraq idi. Sən niyə Azərbaycan bayrağı, məhz Azərbaycan bayrağı, niyə? Orada başqa xalqların da bayraqları var idi. Niyə onlar haqqında qara kampaniya hazırlamırdınız? Niyə? Niyə məhz bu bayraq altında? Olmaz. Olmaz. Sən özünü həkimə göstər, özdə Rəbbani bir həkimə göstər. Orada nə qədər mən alimlər gördüm, nə qədər mən tələbələr gördüm, gəlib Azərbaycan bayrağı, İranlılar, ərəblər, türkmənlər, İnanın Allaha tam səmimi deyirəm. Hətta özbəklərdən belə, başqa millətlərdən belə gələnlər vardı, Azərbaycan bayrağını öpürdülər. Hətta alimlərdən belə gəlib bizim əmmaməli alimlər gəlib bizim məclislərimizdə iştirak edirdilər. Hüseyin Vay deyirlər Azərbaycan dilində.
Şəxsən mən Cəmkəran məscidində olanda orada Azərbaycan dilini ki, Azərbaycanlı zəvvarlara salamladılar. Bizim bayrağımızı, zəvvarlarımıza xoş sözlər dedilər. Siz kimsiniz? Niyə düşmürsünüz bir dəstə ortaya? Niyə insanlar təxribat yaradırsınız, qardaş? Niyə dezinformasiya verirsiniz? Niyə siz provokasiya yaradırsınız bu xalqı milləti? Niyə bu insanların inancını oynayırsınız, qardaş? Ərbəyinin missiyası başqadır, Ərbəyinin fəlsəfəsi başqadır. Hər biriniz, orada mən Dağıstan bayrağı da gördüm, Rusiya bayrağı da gördüm, İran bayrağı da gördüm, İraq bayrağı da gördüm, Türkiyə bayrağı da gördük. Siz niyə başqa millətlərin bayrağının haqqında o sözləri demədiniz? Məhz bizim bayrağı haqqında o sözləri deyirdiniz. Allah aqibətimizi xeyir eləsin. Allah bizi düşüncə və təfəkkürdə qəflətdə olanlardan qərar verməsin. Məhz ömrün qısalığı və insanın əbədi qalacaq yaxşı pis əməllər məsələsində qəfil ölümü də unutmayaq. İnanın Allaha, başqa vaxtı Fələstin deyənlər heç orada Fələstin bayrağını qaldıran görmədik. Başqa vaxtı Fələstin deyib adam dağ basmağa çalışanlar var idi. Heç onlar Fələstin bayrağı da qaldırmamışlar. Şəxsən tanıdığım adamlar var idi orada. Bu nə düşüncə, bu nə fikir, bu nə təfəkkür idi sizdə. Bilirsiniz nə qədər biabırçı bir fikrə səbəb oldu, nə qədər insanlar onları tənqidlədilər. Hətta alimlərdən belə dedi, onlara vallahi fikir verməyin. Onlar bir dəstə insanlardılar ki, adını qoyublar Əhl-i-Beyt dostları, Əhl-i-Beyt tərəfdarları. Bizim üçün Azərbaycan bayrağını qaldırmaq şərəfdir. Bizim üçün Azərbaycan bayrağını qaldırmaq böyük qürurdur. Hətta orada biri yazmışdı ki, heç Xocalıdan belə danışmırsa falan zat, inanın Allah, o qədər. Yəni, deməyimiz nədir? Belə şeylərə fikir verməyin. Tam səmimi deyirəm. O Xocalı haqqında danışanlar da bəzən Xocalıdan istifadə edirlər, 20 yanvardan istifadə edirlər. O sözləri istifadə edib özünü qəhrəman kimi göstərməyə çalışırlar. Çox diqqətli olun, şeytan bizdən güclü oyun oynayır. Çox diqqətli olun. Şeytan güclü provokasiya edir. Mən həmin o Xocalı yazan şəxsə yazdım ki, mənə şəxsiyə yaz, mən sənə qazi və veteran atandan səni tanış edeyim. Bir, bunu yazdım. Qazi və veteran atandan səni tanış edeyim. 2. Ön cəbhədə xidmət eləməmdən sənə danışım. Şəhid vermişik ailəmiz, yaxınımız, doğmalarımız. O şəhid haqqında sənə məlumat verim. Və sənə Xocalı haqqında necə ağlamağımı göstərim. Xanım Zəhra Salamullahi Əleyhanın mövlud günü idi Məşəddə, həmin kadrlar durur məndə. Mən Məşəddə hərəmdən xahiş elədim ki, bugün bizdə Xocalı soyqırımıdır. Xahiş edirəm, bizə icazə verin, Xocalıya biz yas saxlayaq, əzadarlıq eləyək. Məşəd şəhərində, İmam Rza hərəmində 2017-ci ildə Xanım Zəhranın mövlud günü mən əzadarlıq eləyən adamım. Sən kimə deyirsən bunu? Kimə deyirsən sən bunu? Söz düşüb ağızlarına. Öz şəhidlərimiz, Ərəbin şəhidləri bədbəxt. Şəhidlər İmam Hüseyndən gəlir, da elə. Ayılda ayıl. Başqa vaxt ise 21-ci əsrdə ayılda. Niyə ayılmırsan? Sən qəflətdəsən. Sən qəflətdə yatmırsan. Səni yaxşı qoyarsan, onunla söz gəzdirəsən. Və təəssüf ki, bunların içərisində savadlı insanlar da var, elmli insanlar da var. Tənə vuranların içərisində. O elmli insanlarda bir dənə sözümüz var. Çox təəssüf. Elm öyrənmişsiniz, amma ziyalı deyilsiniz. Desəz ki, elmlə ziyalının fərqi nədir? Elmi hamı öyrənə bilər. Ziyalı budur ki, sənin bu elmin nuraniyyət versin, işıq saçsın. Əgər sənin elmin işıq saçmırsa, o zülmətdən başqa bir şeydir. O elm səni azdıracaq. Necə ki, Peyğəmbər deyir ki, o elmin dalınca gelin, səni azdırmasın. Sənə fayda verməyən elmlə məşğul olma. Sənin öyrəndiyin elm səni azdırıb, əziz qardaşım. Ay mənim bacım, ay qardaşım, orada bəzi kommentləri mən görürdüm. Ay xanımlar, bu ictimai mesaj orada kollektiv şəkillərdir. Xanımlar, bəylər hamısı bir yerdədirlər. Kollektiv şəkillərdir. Mən sənin girib səhifəyə baxmışam. Sən də bir xanımla özü paylaşsan, gözü belə yumursan, nə bilim, ədalı yeriyirsən, arxadan şəkil çəkiblər, onu paylaşırsan. Yaxşı, bizimki ictimai mesajı idi. Bir zəvvar olaraq ya Hüseyin deyirdik, oradan hədislər söylüyordik. Bəs sən tək özü paylaşanda ayıb deyildi. Onda abırsızlıq deyildi. Bəs sən yeriyəndə bədənimin əzaları bilinirdi çadradan, hicabından, sinəm başım bilinirdi. Onda ədəbsizlik deyildi.
arvad uşağı paylaşımsan səhifəndə, ədəbsizlik. Mən bir dənəsindən yazdım. Dedim, vallahi qardaş, sizdən gözləmirdim. Bilmirəm, kommentlərdə görmürsünüz. Dedim, sənin səhifəyə baxıram, zəhmətkeş oğlansan, yoldaşı bu övladı paylaşımsan, amma biz sənə bir söz demirik ki, niyə arvad uşağı paylaşımsan. Biz amma ictimai mesaj veririk. Bura mənəviyyat ocağıdır. Gəlmişik nəfsimizi təzkiyə eləməyə. Sən arvadınla uşağı paylaşanda nə fikirləşdin, paylaşdın, yaxşı. Sənin niyyətin nə idi? Arvadı kimə göstərirdin ki? Qızılı kimə göstərsən? İnansın, mənə belə şəhərə göndərir. Dua. Like şəhər göndərir. Nədir bu? Hə, dinmirsən, söz dinmirsən, elə bilirsən ki, elə dindara hər söz demək olar. Yox, qələt edirsiniz siz. Başınızdan böyük qələt edirsiniz. Dindarın dili də var, düşünən beyni də var, qəlbi də var. Amma hörmət edir, ehtiram edirlər. İstəmirlər qəlb qırsınlar. Başa düşürlər ki, qəlb Allahın evidir. Sən hidayət olunma ehtimalın var. Ona görə edilən hörmətdən və səmimiyyətdən istifadə eləmək ən böyük. Deyərdim ki, çox bərbad bir vəziyyətdir. Və bu qəflətin, mən istəmirdim danışan bu mövzuda, xoş təəssüratlarımı bölüşmək istəyirdim. Amma mövzuya düşdü. Ayətullah Misbah Yazdağa Axirət Ağacıqatı kitabında vurğulayıb ki, qəfil ölüm insanın qəflətdən oyanmaq üçün mühüm amildir. Bu qədər gündə biz dünyasını dəyişənlər görürük. Biz Əleyhisselam hərəmində eyni vaxtda 6-7 dənə meyit gördük. Maşınla aparırdılar, təvaf elətdirdilər. Zəvvardan biri sual verdi, Yaqut müəllimə var ki, Amil müəllim, bu olay kimdir belə? Deyirəm, bunlar bizə bir dənə dərsdir. Əleyhisselam hərəmində gəlirik, nə qədər meyitlər gətirirlər də, orada şəhərdə ölənlər var falan. Dedim, bu hamısı dərsdir. Hər gün eşitdiyimiz ölüm xəbərləri, meyit namazları bizim üçün dərsdir. Yəni, sən bugün Əleyhisselam hərəmində sabah gəlməyə bilərsən. Gələn sənə qismət olmaya bilər. Ruziyə görə, pul qazanmağa görə, qabağa düşməyə görə, məqam qazanmağa görə, vəzifəyə görə dostluğu satma, yaxınlarını satma, kiməsə yuxarıdan aşağı baxma. Bugün oturduğun yer sabah başqası olacaqdır. Bugün tutduğun yer sabah başqasıdır. Sən daimi deyilsən orada, qardaş, ay bacı. Ehtiyatlı olmaq lazımdır, diqqətli olmaq lazımdır. Biz hər gün axirət üçün çalışmalıyıq. Heç kim sənə demir pul qazanma, ev tikmə, ailə qurma. Adam var, görsən, məsəl üçün, çox narahatdır ruziyə görə. Çox narahatdır. Mərhum Əllamə Seyyid Əli Qazinin qəbrində idik. Orada bir 5 dəqiqə, 3 dəqiqə çıxışı imkan yarandı. Orada dediyim sözü bu da deyirəm. Arifanə həyat yaşayaq, Hüseyni həyat yaşayaq. Bizim ziyarətlərimizin, həyatımızın əsas məqsədlərindən biri Allahı tanımaqdır. Özünü tanımaqdır, Allahı tanımaqdır. Və Allah vəlisi ilə münasibətləri düzəltməkdir. Bizim bugün bir mömin olaraq, bir müsəlman olaraq, bugün ən böyük vəzifəmiz özümüzü düzəldib Allah vəlisi ilə münasibətləri yoluna qoymaqdır. Bizim Allah'a əlimiz çatmır. Biz inanın ki, məcburuq istəməyə yaxşı mənada. Bizim vasitələrə çox böyük ehtiyacımız var. Çox böyük ehtiyacımız var. Ali hədəfə getmək üçün Allah vəlisindən bərk yapışmalıyıq. Çünki ali hədəfə Allah vəlisi bizi daha tez yaxınlaşdırır. Nəinki özümüz. Nəinki özümüz. Mən bilmirəm sözümü necə bitirim. Bugünkü əslində dərsimizin bizə verdiyi ən böyük mesaj nədir? Daxili arxayınlıq və mənəvi məsuliyyət. Məsuliyyətli olaq. Çox məsuliyyətli olaq. Bu məsuliyyət bizim həyatımızı həll edəcək. Hər işimizdə, ailədə, işdə, kollektivdə, ibadət və itaətdə belə məsuliyyətli olaq. Yalnız məsuliyyətli olmaq bizi xilas edəcək. Yalnız məsuliyyətli olmaq bizim qəbr əzabından bizi qurtaracaq. Həşr gününün əziyyətindən bizi qurtaracaq. Yalnız məsuliyyətli olmaq bizi Əhl-i Beytin vilayətinə daha çox bağlayacaq. Bugün həm də Əmir Əl-Müminin Əli Əleyhisselamın viladət günüdür. İmamətə yetişdiyi gündür. Çünki Peyğəmbərin vəfatından sonra Əmir Əl-Müminin zamanənin sahibi oldu. Əhl-i Beytin vilayətində sabit qədəm olaq və bu günlərin yeniləyək. Əhl-i Beyti olan məhəbbətimizi, Allah olan bəndəçiliyimizi yeniləyək. Və bahəm deyək inşallah. Əşhədu ən la ilahə illallah.
Mən şəhadət verəcəm ki, ilahi, səndən başqa ibadətə başqa bir Allah layiq yoxdur. Layiq deyil. Başqa bir Allah yoxdur. İbadətə layiq olsun. Əşhədü ennə Muhammədən Rasulullah və mən şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və aleyhi və səlləm sənin peyğəmbərindir, sənin elçindir. Əşhədü ennə əmirəl müminə Mövlana Aliyyən Vəliyullah və mən şəhadət verirəm ki, möminlərin əmiri, Allahın aslanı, Həzrəti Əli ibn Əbi Talib əleyhissalamdır. Allahın dostudur, Allahın vəlisidir. Ki, Allahın dünyanı yaratma sahiblərindən 5 şəxsdən biridir. 5 şəxsdən biridir. İlahi və Rəbbi, sənə ant verirəm, öz izzət və cəlalığa bizi Həzrəti Əli və onun vilayətindən ayrı salma inşallah. Peyğəmbər sallallahu onun pak əhl-i beytindən ayrı salma. Muhammed və ali Muhammed salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcəh.